Əslində bugün bizim ən çox əziyyət çəkdiyimiz mövzu budur ki, insult olmuş şəxslərə deyirlər ki, bir müddət qətiyyən tərpənmək olmaz, heç bir müalicəyə gərək yoxdur, yalnız yatılı formada olar. Protokola görə insult olmuş şəxslər ilk 5-7-ci günündən etibarən fizioterapiya və reabilitasiyaya başlamaq lazımdır. Niyə? Çünki burada əzələlərdə hipotrofiya gedəcək, yəni getdikcə əzələ kütləsinin azalması baş verəcək. Ona görə vaxtı qətiyyən gecikdirmədən insultun reabilitasiyası və fizioterapiyası olmalıdır. Hətta xəstə reanimasiya şəraitində olsa belə mütləqdir ki, reabilitasiya başlasın. Bu zaman biz nədən istifadə edirik? Fizioterapiya prosedurlarında məsələn əzələ kütləsini tam olaraq itməsinin qarşısını almaq üçün elektrostimulyasiyadan istifadə olunacaq və müalicəvi bədən tərbiyəsi, yəni reabilitasiyadan istifadə edə bilirik. Bu ilk vaxtlar bizdə 15-20, bəzən isə 1 ay vaxtımızı ala bilər. Amma vaxtında biz bunu ediriksə, xəstədə heç bir qalıq əlamət, nə yeriməsində, nə əllərində gücsüzlük, heç bir şey qalmayacaqdır.